The break-in qanunsuz bir yerə daxil olmağa deyilir. I have slept restlessly all night. Mən bütün gecə narahat şəkildə yatmışam. I sleep alone. Mən tək yatıram. And suddenly, qəfildən, there is a bang. Bang səsi gəldi. I jump out of bed. Yatağımdan fırladım. Jump out. I put on a pair of pants. Mən şalvarımı geyindim. And examine the house. Və evi yoxlayıram. I hear footsteps. Ayaq səsləri eşidirəm. They are coming out of the living room. Onlar qonaq otağından gəlir. When I enter the living room, mən qonaq otağına daxil olanda, it's empty. O boşdur. There is no one there. Orada heç kim yoxdur. Now, indi, I noticed that, mən gördüm ki, the balcony is open. Balkon açıqdır. I turn on the lights. Mən işığı yandırıram and look around və ətrafa baxıram. The cupboard are open. Şkaf açıqdır. And on the floor are all my things. Döşəmədə mənim bütün əşyalarım döşəmədədir. There were burglars here. Burada oğru var idi. I feel bad, pis oldum. But quickly noticed that. Amma tez gördüm ki, there is nothing missing. Heç nə, yəni götürülməyibdi. Everything is messy. Hər yer dağınıqdır. But the burglars didn't take anything. Amma oğrular heç nə götürməyibdi. They were looking for cash and jewelry. Onlar nəqd pul və zinət əşyası axtarırdılar. I believe, mən inanıram. They were drug addicts. Drug dərman deməkdir, addict asıl deməkdir. Drug addicts də, yəni narkomanlardır. Mən inanıram ki, onlar narkomanlar idi. Because, çünki they only stole cash. Onlar sadəcə nəqd pul oğurlayıbdılar. I don't want to call the police. Mən polisi çağırmaq istəmirəm. Next day, növbəti gün, I'll get a gun. Mən silah alacağam. Qoşa el nəyi göstərir? Acaq, əcək deməkdir. Gələcək zamanı göstərir. I haven't been able to charge my phone for days. Mən telefonumu for days, günlərdir ki, haven't been able to charge zaryadkaya qoya bilmirəm. Able to canin sinonimidir. Baxın, haven't been able to charge qoya bilmirəm. Can də bacarmaq bilmək deməkdir. At first, birinci, I thought, mən düşündüm. It was on the charger. Bu adapterdandır. This may not be the reason. Bu səbəb olmaya bilər. Because, çünki the charger, adapter, also works with another phone. Həmçinin with another phone, başqa telefon ilə works işləyir. Luckily, xoşbəxtlikdən, I know a shop. Mən mağaza tanıyıram. Where, haradakı, they can fix it. Onlar onu təmir edə bilərlər. I have to leave the phone there. Mən telefonumu orada qoymalıyam. Have to malı məli deməkdir. Must'ın sinonimdir. Bax, bunları qeyd edirsiniz. Sonra, for a day, yəni bir gün ərzən. So it can be investigated. O yoxlanmalıdır. Investigate, yoxlamaq. Əvvəlki dərsimizdə də var idi. Doctors investigated patient. Belə idi, səhv eləmirəmsə. Həkim xəstəni yoxladı. Investigate, qeyd eləyin. The next day, növbəti gün, I go back to the business. Mən yəni o iş yerinə qayıtdım. To pick up my phone. Telefonumu götürmək üçün. I have a strange feeling. Qəribə oldum. The salesman shows me. Satçı mənə göstərdi ki, my phone and opens it. Mənim telefonumu göstərdi and opens it, onu açdı. Everything seems to be black. Hər şey qara görsənir. The man
qaralıbdır mənası verir də. The man sells me, kişi deyir ki, the phone was damaged. Telefon zərər görübdür. By a short circuit, qısa qapanmadan. The repair would cost $200. The repair təmir deməkdir. Təmir edəcək, would acaqacaq deməkdir. Edəcək $200 qiymətində. Cost qiymət. He also says, o həmçinin deyir, that ki, the phone has become wet. Telefon nəm olubdur. And that is how it broke. Və bu onun necə qırıldığını göstərir. Yəni bu səbəb olub da qırılmasına. Today he has an offer for a new phone. Bugün onun təklifi var yeni telefon üçün. The new phone costs, təzə telefonun qiyməti only $300. $300. I have no choice. Mənim seçimim yoxdur. But amma I have no choice but to buy a new phone. Mənim seçimim yoxdur, amma telefon almalıyam. Yəni telefon almalıyam, seçimim yoxdur. I have never going to use my phone in the bathtub again. Mən telefonumu bir də heç vaxt vannada istifadə etməyəcəm. Bathtub vanna deməkdir. Going to acaq deməkdir. I am never going to use, heç vaxt istifadə etməyəcəm deməkdir. The painters, rəngsazlar. This morning the painters came. Bu səhər rəngsazlar gəldi. It was overdue as our house looked quite dilapidated. Deyir ki, deməli, it was overdue, yəni bu artıq gec idi. Çünki our house, bizim evimiz, looked quite dilapidated, kifayət qədər köhnəlmiş göstərirdi. Quite, baxın, axırı e ilə qutaran kifayət qədər deməkdir. The painters brought a ladder. Rəssam yəni kraska işini görənlər də nərdivanı götürdülər. And started to paint. Və rəngləməyə başladılar. The outside walls, çöl divarları. Each wall must be painted with white paint. Each wall, hər bir divar. İçdən sonra isim həmişə təkdə olur. Qeyd edin qaydanı. Must be painted. Rənglənməli idi. With white paint, ağ rəng ilə. Must və have to sinonimdir. Malı-məli deməkdir. Bu kitabın ağ hissələrini qeyd edin. They carry a bucket of paint. Onlar bir vedra kraska gətirdilər. A brush, şotqu, and a roll və saplar. With a roll, one can paint many walls in a short amount of time. Roll bilirsinizmi nədir? Kraskanı eləyirlər, belə yumru fırlanan şey odur. O mənada veribdir burada. Deyir, with a roll, bir roll ilə, Azərbaycan dilini bilmirəm onun adı nədir. Kraskalayan yumru belə təkər kimi bir şeydir. One can paint many walls. Çox divarlar rənglənə bilər. In a short amount of time. Qısa vaxt ərzində. Only one day, yalnız bir gün, should be necessary. Yalnız bir gün lazımdır. For all small house. Bütün bizim balaca evimiz üçün. Bir də deyirəm, only one day should be necessary. Sadəcə bir gün lazımdır. For all our small house. Bizim balaca evimiz üçün. But they are not done yet. Amma onları hələ etməyiblər. Tomorrow, sabah, the interior walls, daxili divar in the house, evdə, must be painted. Rənglənməlidir. The painters want rəngsazlar want istəyir to be paid immediately in cash. Dərhal nəqd formada ödənməsini. In cash nəqd formada deməkdir. To be paid immediately. Dərhal nəqd formada ödənməsini. And with no question asked. Heç bir sual soruşulmadan. Keçdik bu birisi mətnə.
The next month, növbəti ay, Sami is going to be 30 years old. Sami'nin 30 yaşı olacaq. The problem is, problem budur ki, he's been smoking cigarettes for over 10 years. O deyir, has been smoking, sigaret çəkir, for over 10 years, 4 ildən çoxdur ki. Yox, 10 years. 10 ildir ki. He has tried all kinds of tricks. O deyir, bütün növ tricks, hilə deməkdir əslində, yolları and methods və metodları he has tried, dəniyibdir, yoxluyubdur to stop smoking, sigareti dayandırmaq üçün. Nothing has helped, heç nə kömək etməyib. And he knows və o bilir, he needs treatment. Ona müalicə lazımdır. By chance, təsadüfən, he has found out about a few small inhabited islands. He found out, o kəşf etdi, tapdı, about, təxminən, a few, bir neçə small, kiçik yaşayış yeri, islands adası, that hansı ki belong to the USA, Amerika ştatlarına məxsus, beneath the Canadian, yəni beneath, belong to the USA, beneath, yəni Amerika ştatlarına altında, nəzarətində olan, beneath altında demək, nəzarətində olan, the Canadian border, Kanadanın sərhəddində bir balaca yaşayış yeri tapdı. There are no public ferries, ictimai ferry bərədir, yoxdur. Yəni qayıqların növüdür. And they seem to be the ideal place to quit smoking. And they seem və o görsənir to be the ideal place, ideal yer kimi görsənir. To quit smoking, sigaretdən uzaqlaşmaq üçün. After a week, bir həftə sonra, Sami is already on the island. Sami artıq adadadır. He plans to stay a week. O bir həftə qalmağı, planlaşdırır. He plans, o planlaşdırır. Stay a week, bir həftə qalmağı. Until all the nicotine has left his body. Until qədər kimi deməkdir. All the nicotine, bütün nikotin has left his body. Onun bədənini tərk edənə until qədər. As he arrives, o deyir gəlib çatarkən, he throws his last package, o deyir throws, atdı, his last package, özünün son paketini into the bushes, çolun içinə. After 3 days, 3 gün sonra, Sami is almost bored. Sami almost, artıq bored, darıxırdı. To this, yəni bu, this əslində ölüm deməkdir. Bu sakitlikdən mənası verir. Interestingly, he finds an almost full bottle of whiskey in the bushes. Maraqlıdır ki, o tapır an almost full bottle, almost demək olar ki, full bottle of whiskey, dolu whiskey butulkası in the bushes, çöldə. He has nothing else to do. Etməyə heç nə yoxdur, başqa. Nothing else, başqa heç nə deməkdir. It has nothing else to do. Başqa etməli heç nə yoxdur. But drink the whiskey. Whiskey içməkdən başqa. All of a sudden, anidən, he begins hearing music. O musiqi eşidir. After investigating the source, yəni mənbəsini axtarandan sonra, he finds an old man. Qoca bir adam tapır. In front of a cave. Mağaranın qarşısında. Listening to music. Musiqi dinləyir. And smoking a cigar. Və sigaret çəkir. What are you doing here? Asks Sami. Nə edirsən burada? Sami soruşur. The old man is also surprised. Qoca kişi həmçinin təəccüblənir. I am here to give up alcohol. Mən buradayam alkoldan imtina etmək üçün. Give up, yəni imtina etmək üçün. And you, və sən, I'm trying to quit smoking.
Mən də çalışıram, siqareti tərk edim. Quit tərk etmək deməkdir. Is this your bottle of whiskey? Bu sənin viski butulkandır. Yes. And I imagine this your tobacco package. And I imagine və mən də təxmin edirəm ki, təsəvvür edirəm ki, this is bu your tobacco package, sənin siqaret paşkandır. Isn't it? Düzdürmü? Sami nods. Sami başını yelləyir. Nods başını yelləmək. He feels very dizzy. O biraz belə dizzy, ürəyi bulanır, belə deyim. Listen, dinlə. Yox, sorry. Dizzy başı hərlənir. Listen, dinlə. Can I have my cigarette back? Sigaretimi ala bilərəm. Of course, əlbəttə. If you also give me the whiskey bottle back. Əgər sən mənə viski butulkasını back geri versən. In the end, sonda, the man agree. Kişilər razılaşır. And continue to do these things they did before. Continue, başlayırlar. To do these things, bu şeyləri etməyə. They did before. Onlar əvvəl etdi. Demək ki, belə başa düşdümdür. Kişi də gələndə butulkanı, viski butulkasına atıbdı ki, tərgiyim. Bu da sigaret butulkasına atıbdı, tərgiyim. Təsadüfən bu bunun viskisini tapıb, o da bunun sigaretini tapıbdı. Belə. Mətin 5. We are a group of boys and are avid swimmers. Biz bir qrup oğlanlarıq və avid swimmers, yəni həvəskar, passionate deməkdir. Eager, keçmisiniz, sinonimdir. Həvəskar üzgüçülərik. Most of us, bizim əksəriyyətimiz, are 12 years old. 12 yaşımız var. And only our friend Peter is 11. Sadəcə bizim dostumuz Peter'ın 11 yaşı var. Every Friday, hər 5-ci gün, afternoon, günorta, we go to the public swimming pool. Biz gedirik public, ictimai üzgüçülük havuzuna. First, birinci, we need to go to the locker room. Bizə lazımdır ki, gedək locker room, yəni əyin dəyişmə otağımıza, paltar dəyişilən otağa. There, orada, we change our clothing. Biz paltarlarımızı dəyişirik. To proper swimwear, xüsusi üzgüçülük paltarı giyinirik. And after that, bundan sonra we'll take a shower. Biz çiməcik. Before and after swimming, üzməkdən əvvəl və sonra one has to take a shower. Yəni one, hər bir kəs, has to take a shower, üzməlidir. Bu one buradakı oğlanları nəzərdə tutur. Which is obligatory. Obligatory məcbur olmaq deməkdir. Hansı ki bu məcburiyyətdir. In public swimming pool, ictimai üzgüçülük havuzunda. Hər kəsin üzdüyü yerə deyirlər public swimming pool. Sometimes, bəzən, taking a shower, duş qəbul etmək, takes quite some time. Kifayət qədər vaxt aparır. Takes aparır. Quite some time, yəni biraz vaxt aparır. Because, çünki we like, biz xoşlayırıq to make jokes, zarafat etməyi. And are fooling around. Yəni, fooling necə deyək? Yəni, belə gic-gic hərəkətləri edirik ətrafda. Bu mənaya gəlir. Yəni, bir-birimizdən türklər deyirik, dalga keçirik. Once in the swimming pool, once, bir dəfə üzgüçülük havuzunda, we jump from the plank. Biz deyir, plank o taxta kimi yer olur, oradan hoppanırlar. Biz deyir, plankdən hoppandıq and swim around və ətrafda üzdük. We start with 100 feet breaststroke. Breaststroke üzmə şəklidir. Qurbağa şəklində üzmə deyirlər. Biz başladıq 1000 feet üzməyə. Yəni breaststroke-la üzməyə. After that, bundan sonra, yenə deyirəm, breaststroke üzmə formasıdır. Ayaqlarını qurbağa kimi eləyirlər, geniş açırlar, birləşdirirlər, genişləndirirlər, birləşdirirlər, budur. We usually go on 20 minutes of freestyle. Biz deyir, adətən go on, davam etdik. 20 minutes, 20 dəqiqə freestyle sərbəst üzməyə.
Toward the end, sona tərəf, we just play water ball. Biz deyir, just sadəcə water ball, yəni suda top oynayırdılar. Su top oynayırdılar. At the edge of the pool, havuzun kənarında, a lifeguard is always there. Lifeguard yəni bələdçi, can güdən deməkdir ki, bir ani bir hadisə olsa müdaxilə eləsin. Bunlara lifeguard deyirlər. Is always, həmişə, there, orada olur, observing us, bizi müşahidə edir. Last week, ötən həftə, when we were finished swimming, biz üzgüçülüyü bitirəndə, we didn't shower, biz duş almadıq. Afterward, bundan sonra, ondan sonra, afterward, we didn't shower afterward, ondan sonra duş almadıq. Because, çünki, an unknown child, tanınmadığımız bir uşaq had left his excrements in the shower. Deməli, nətər deyək bunu? Excrements, yəni bayrını ora eləmişdi. Bunlar da irgənib orada duş almayıblar.